Salam, hörmətli müəllimlər. Bugünkü dərsimizdə şagird yönümlü interaktiv təlimdə iş formaları haqqında danışacağıq. Fərdi iş, cütlərlə iş, qruplarla iş, bütün siniflə iş haqqında bir detallı şəkildə danışmağa çalışacağıq. Bildiyiniz kimi 4 iş forması var. Fərdi şəkildə, cütlərlə, qruplarla və bütün siniflə iş formaları. Və təlim-tədris prosesində hər biri eyni dərəcədə əhəmiyyətlidir. Bir baxaq. İlk olaraq fərdi işlə başlayaq. Fərdi iş nədir? Fərdi iş şagirdlərin tək başına gördüyü fəaliyyət nəzərdə tutulur. Əsasən fərd daxili intellektə və introvert şəxsiyyət növünə sahib olan şagirdlər üçün daha uğurlu olur. Şagirdlər öz templəri ilə işləyirlər, bildiklərindən daha çox əmin olurlar. Düzgün yönləndirdiyi təqdirdə öz öyrənmələri haqqında təsəvvürə malik olurlar. Çünki fərdi şəkildə işlədikləri üçün özləri haqqında daha çox təsəvvürə malik olmuş olurlar. Fərdi işləyən zaman onlar üçün münasib olan üsul və strategiyaları müəyyənləşdirə və istifadə edə bilərlər. Bildiyiniz kimi iş formalarının müsbət tərəfləri ilə yanaşı faydası ilə bərabər həm də çatışmazlıqları var. Fərdi işin çatışmazlığı nədir? Sinifdə şagird sayı çox olduqda fərdi iş formasını həyata keçirən zaman problem yaşana bilər. Təbii ki, şagirdlər çox olduğu halda hər bir şagirdin fəaliyyəti ilə maraqlanmaq, onlarla fərdi olaraq əks əlaqə qurmaq, fəaliyyətlərinə rəy bildirmək, münasibət bildirmək təbii ki, vaxt baxımından çətin ola bilər. Amma şagirdlərlə əməkdaşlıq etmək üçün, ünsiyyət qurmaq üçün, problemi birlikdə həll etmək üçün bu bacarıq demək olar ki, müsbət baxımdan olan, lazım olan bu fəaliyyətləri kölgədə qoymuş olur. Yəni, şagird daha çox fərdi işləyir deyə, burada biraz ünsiyyət qurmaq, digər şagird yoldaşları ilə əməkdaşlıq etmək, bunları bir çərçivəyə almış olur. Amma təbii ki, müsbət tərəflərində qeyd elədik, lazımi məqamda hər bir iş formasına istifadə etmək olduqca zəruridir. Qiymətləndirilməsi, fərdi işin qiymətləndirilməsi mümkün şəkildə müxtəlif formalarla aparıla bilər. Yəni, həm müəllim tərəfindən, həm də şagird tərəfindən və qarşılıqlı qiymətləndirmə əsasında aparıla bilər. Yəni, müəllim şagirdin fəaliyyətini izləyə bilər, şagird özünü qiymətləndirə bilər və qarşılıqlı qiymətləndirmə ola bilər. Yəni, qarşılıqlı qiymətləndirmədə burada necə olur? Hər bir şagird fərdi şəkildə işləyir və sonra bir-birlərini qarşılıqlı şəkildə qiymətləndirmiş olurlar. Özünü qiymətləndirmədən istifadə edərək şagird özünün zəif və güclü tərəflərini müəyyən edə bilir, nələrə diqqət yetirməli olduğunu öyrənir və inkişaf səviyyəsini də izləyə bilir. Cütlərlə iş təbii ki, Gardner nəzəriyyəsində şəxslərarası intellekt və yaxud şəxsiyyət tipi, ekstravert şəxsiyyət tipinə daha çox sevdiyi iş forması olacaq cütlərlə iş. Tədris prosesində iki şagirdin bir yerdə öyrənməsi, tapşırığını yerinə yetirmək üçün bir-biri ilə qarşılıqlı əməkdaşlığı nəzərdə tutulur. Təbii ki, bu iş formasında faydası və çatışmazlığı var. Faydası şagirdlər bir-biri ilə öyrənir, bir-biri ilə müzakirə edirlər. Burada öyrənmə çətinliyi olan şagird daha güclü şagirddən öyrənə bilər. Müzakirə prosesində ekstravert, introvertlə məsələn bir yerdə olanda bir-birlərinə uyğun burada səmərəli öyrənmə baş verə bilər. Eyni zamanda cütlərlə işdə empatiya hissinin formalaşmasına səbəb olur. Amma çatışmazlıqları da var təbii ki. Məsələn, hər hansı bir iki şagird arasında məsələn münasibət yaxşı olmazsa, bir-birlərinə mənfi münasibəti olarsa, bu cütlərlə iş effektiv alınmaya bilər. Şagirdlərin rəy vermə bacarıqlarının yüksək olmadığı halda bu iş forması uğursuz olur. Yəni, bir-birlərinə rəy vermək bacarıqları formalaşmadığı halda bir-birlərinə təbii ki, fikir bildirməkləri də çətin olmuş olur. Qruplarla iş. Şagirdlərin kiçik formalarda fəaliyyət göstərərək tapşırıqları həll etməsidir. Şagirdləri sırf onların bilik, bacarıq səviyyələri və digər xüsusiyyətlərinə görə qruplara ayrılması vacib deyil. Biz keçən dərslərimizdə də homogen və heterogen qruplar haqqında danışmışdıq. Bildirmişdik ki, heterogen qruplar daha yaxşıdır, daha məsləhətlidir. Məsələn, homogen qruplarda eyni xüsusiyyətə sahib, eyni intellektə sahib olan şagirdlər isə heterogen qruplarda intellekt baxımından,
oxşar xüsusiyyət baxımından fərqli olan şagirdlər idi və qruplarla işin təşkilində də daha doğru olar ki, heterogen qruplar təşkil edək. Faydası təbii ki, burada bilik və bacarıqların tətbiqi üçün daha çox şərait yaratmış olur və şagirdlərdə sosial bacarıqlar inkişaf edir, əməkdaşlıq, ünsiyyət bacarıqları, təcrübələrini bölüşdürmək kimi həyati bacarıqların formalaşdırmasına xidmət edir. Çatışmazlığı nədir? Qrup işi zamanı bəzi şagirdlər çox işləyə bilər, bəziləri az işləyə bilər. Düzgün qiymətləndirmə meyarları olmadığı təqdirdə isə qruplar arasında yüksək qiymət almaq üçün lazımsız rəqabətlər və narazılıqlar yarana bilər. Digər bir problem isə qrup işi zamanı ortaya çıxan səs-küydür. Təbii ki, bu səs-küyü də müəllim olaraq biz işgüzar səs-küydən qeyri-işgüzar səs-küyü fərqləndirməyə bacarmalıyıq. Bilməliyik ki, təbii ki, işgüzar səs-küy qrup işi zamanı olmalıdır. Qrup işini daha rahat idarə etmək üçün öncədən bizim qaydalarımız olmalıdır və bu qaydalar zamanı şagirdlər bilməlidirlər ki, danışıq növbəsini gözləməlidirlər, bir-birini sonacan dinləmək, bir-birinin şəxsinə deyil, ideyalarına fikir bildirmək, bir-birinə yardım etmək kimi lazım olan qaydalar öncədən qoyulmalıdır. Effektiv qrup işi müəllim şagirdlərin burada effektiv qrup işi zamanı scaffolding etməyə şərait yaradır. Bildiyiniz kimi, əgər şagirdlər qrup işində lazım şəkildə hazır deyirlərsə, burada öncədən qrup işinə hazır deyirlər, ümumiyyətlə qrup işi necə olmalıdır, necə təşkil olunmalıdır. Bu haqda şagirdlər bir bacarığa sahib deyirlər. Birdən-birə biz gətirib qrup işi keçirsək uşaqlarda, təbii ki, bu səmərəli olmayacaq. Əgər qrup işində, məsələn, öncədən şagirdlərdə bu bacarıqlar formalaşdırılsa, əlbəttə ki, faydalı tərəfləri daha çoxdur. Deməli, müəllimlər, müəllim qrup işlərində daha aktiv şagirdlərin bir qədər pasiv şagirdlər üzərində dominantlığının qarşısını almalıdır. Məsələn, ola bilər ki, daha güclü şagirdlər zəif şagirdlərin üzərində dominantlıq eləməyə çalışsınlar. Bunu da müəllim nəzərə almalıdır və bunun qarşısını almaq üçün müəllim öncədən tədbirli olmalıdır. Qiymətləndirməsi. Təcrübə göstərir ki, qrup işin qiymətləndirməsi zamanı müəllimlərdə bir çox çətinliklər ortaya çıxır. Müəllim həm şagirdin dərsin məqsədi ilə bağlı məzmunu nə dərəcədə öyrəndiyini, həm də şagirdlərin hansı bacarıqlara nə qədər, necə yiyələndiyini qiymətləndirməlidir. Amma onu bilməyimiz lazımdır ki, müəllim qiymətləndirən zaman dərsin məqsədinə görə qiymətləndirməlidir. Yəni, biz keçən dərslərimizdə də danışmışdıq ki, biz təlim nəticəsinə uyğun olaraq qiymətləndirmə aparırıq. Yəni, təlim nəticəsinə nə dərəcədə çatdılar, çatmadılar, buna uyğun qiymətləndirmə aparırıq. Yəni, fəaliyyətə uyğun qiymətləndirmə aparmaq yanlışdır. Məsələn, təlim nəticəsinin məqsədin qiymətləndirib, onun yanında hər hansı bir fəaliyyəti qiymətləndirirsək, o problem olmaz. Amma sırf fəaliyyətə köklənmək, fəaliyyəti qiymətləndirmək tamamilə yanlışdır. Biz məqsədə nə dərəcədə çatdıq, nə dərəcədə çata bilmədik, bunu qiymətləndiririk. Bütün siniflə iş. Eyni bir fəaliyyət bütün sinifi əhatə edir. Şagirdlərin hər biri bu fəaliyyətlərin bir hissəsi olur. Bütün sinifi bir fəaliyyətdə birləşdirir, yəni bir sözlə desək. Burada daha çox ideya, fikir, təcrübə bölüşülür bütün siniflə. Bütün şagirdlərin prosesə cəlb olmasını təmin edir. Müəllimin şagirdlərə qoşulmaq imkanı olur və sual-cavab sessiyasında da sinifin ümumi anlaşmasına şərait yaratmış olur. Çatışmazlığı isə bəzən təbii ki, utancaq şagirdlər olur sinifdə. Utancaq pasiv şagirdlər diqqətdən kənarda qala bilərlər. Sinifin idarə edilməsi zəif olanda xaotik səs-küy olur. Çünki bütün sinif danışdığı üçün xaotik səs-küy yarana bilər. Bu da mövzunun daha dərindən öyrənməsinə təbii ki, çətinlik yarada bilər. Bütün siniflə işin qiymətləndirilməsi zamanı sinif üzrə qiymətləndirmə müxtəlif şəkildə aparıla bilər. Bu, müəllimin hazırladığı, əvvəlcədən şagirdlərlə bölüşdüyü meyarlar əsasında aparılır. Bu zamanda həm müəllim şagirdləri, həm də şagirdlər öz işlərini yoxlayıb qiymətləndirə bilərlər. Üstünlük və çatışmazlıqlarına baxmayaraq, təbii ki, hər bir
iş forması olduqca zəruridir. Yəni il boyu hər bir iş formasından istifadə etmək lazımdır. Çox təəssüf ki, bəzən müəllimlər kurikulum deyəndə qruplarla iş düşünürlər. Düşünürlər ki, kurikulumdursa yalnız qruplarla iş forması olmalıdır, qruplarla işlənilməlidir. Təbii ki, bu yanlış düşüncədir. Hər bir iş formasından, istər fərdi iş, cütlərlə iş, qruplarla iş, bütün siniflə iş, hər bir iş forması eyni dərəcədə əhəmiyyətlidir və il ərzində biz bu iş formalarından istifadə etməliyik və belə olduğu halda da təbii ki, müəllim şagirdlərin daxili potensialını, istedad və qabiliyyətini üzə çıxarmış, şagirdlərlə əməkdaşlıq edərək komandada işləmə, tənqidi düşünmə, problem həll etmə kimi 21-ci əsr bacarıqlarını formalaşdırmış olacaq. Hörmətli müəllimlər, iş formaları haqqında da bu qədər. Növbəti dərsimizdə görüşənə qədər.